İmam-ı Musa ibn Cəfər, 7-ci imamımız İmam Musa Kazım əleyhissalamdan da Həzrət buyurur ki, hər kəs Rəcəb ayından bir gün oruc olmuş olsa, oruc tuta bilmiş olsa, cəhənnəm əzabı ondan bir il məsafəyəcən, bir illik kənar düşər. Hələ dünya iliyinəndir, axirət iliyinəndir, biz bunu bilmirik. Hər kəs bacara bilsə, 3 gün oruc ola, bir əvvəlindən bir gün, bu gün indi bilməmsənsə sabahı çalış fürsət bilginən, ortadan bir gün, axırdan bir gün. Əgər 3 gün eləyə bilsin, tutasan, Həzrət buyurur, vacəbət ləhul cənnə. Əgər boynunda haqqın nas olmasa, Allahla öz arasında olan günahları Allah bağışlayar, onu əhl-i behişt edər.